Rusiyanın öz qonşularına qarşı aqressiv siyasətini nəzərə alan Litva uşaqlar üçün dron məktəbləri tikir. Ölkə üzrə tikintisi planlanan 9 məktəbdən birincisi artıq fəaliyyətə başlayıb. Burada 10 yaşdan yuxarı uşaqlar dronları yığmaq və ya idarə etməyi öyrənirlər. Biz bu layihəyə müharibəyə hazırlıq məqsədi ilə başlamamışıq. Bu gələcək üçündür, yaxşı təhsilli gələcək üçün. Əlbəttə orduya da yaxşı təhsilli mütəxəssislər lazımdır, amma tək buna görə deyil. Bu bir təhsil proqramıdır. Məqsədi uşaqlara müasir texnologiyaları öyrətməkdir. Bu məktəb Rusiyanın Kaliningrad vilayəti ilə sərhədin 20 kilometrində yerləşir. Müəllimlər deyir ki, uşaqların bu sahəyə marağı böyükdür, dərsə davamiyyət yüksəkdir. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə dronlardan geniş istifadə olunur. Rusiya ordusu Ukrayna şəhərlərinə, xüsusən də dinc əhalinin yaşadığı bölgələrə davamlı zərbələr endirir. Ukraynada dronlardan istifadə edir. Litva özünün Rusiya və Belarusun qonşuluğunda yaşaması faktına ciddi yanaşır. Buna görə də həm siyasi baxımdan, həm də müdafiə sahəsinə sərmayə qoyuluşu baxımından belə məsələlərə böyük diqqət yetiririk. Litvadakı dron məktəblərinə ümumilikdə 300-400 uşağı cəlb etmək planlanıb. Rusiyada da hərbi müəssisələr dron texnologiyasına maraq göstərən uşaqlar üçün təlim mərkəzləri yarışlar təşkil eləyir. Hərçənd beynəlxalq mətbuat yazır ki, Rusiya-Ukrayna müharibəsində bu müəssisələr hədəfə çevrilib və uşaqların həmin müəssisələrin işinə cəlb edilməsi beynəlxalq konvensiyalara ziddir.